Değerli izləyicilər, bir son dəqiqə və vacib xəbər diqqətinizə çatdırmaq istəyirəm. Hansı ki, bu Ali dini lider Əli Xameneyinin oğlu ilə bağlı olan xəbərdir. Xameneyinin oğlu ilə bağlı sensasiya var. Bu sensasiya nədən ibarətdir? Diqqətinizə çatdırım. İranın sabiq ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin oğlu Müştəbə Xameneyi ölkənin yeni ali rəhbəri seçilib. Bununla da o İslam inqilabından sonraki dövrdə İran İslam Respublikasının 3-cü ali lideri olub. Məlumata görə qərar İran ekspertlər məclisin qapalı iclasında keçirilən səsvermədən sonra qəbul olunub. Global Infoaza istinadən xəbər verir ki, bununla bağlı danışan politoloq Zeynal Əmrəliyev bildirir ki, Böyük Nadir Şahın əsasını qoyduğu Məşəd planı bu dəfə də hakimiyyətini qoruyub saxlaya bilib. Müştəbə Xameneyinin İranın yeni ali rəhbəri seçilməsi hər şeydən əvvəl Sepahın gücünün göstəricisidir. Çünki o məhz Sepahın namizədi kimi tanınırdı. Məsələn, qeyd eləyə bilərəm ki, onun dini təhsili yetərli deyil. O dini mövzularda elmi işlə müdafiə etməyib. Bu isə çox mühüm məsələdir. Çünki Ayətullah rütbəsi almaq üçün bu zəruri sayılan şərtlərdən biridir. Zeynal Əmrəliyev deyir ki, ona Ayətullah rütbəsi 2022-ci ildə tamamilə siyasi qərar əsasında verilib. Əksər insanlar onu Hüccətül-İslam rütbəsində tanıyırlar. Bu faktorlar göstərir ki, fətva vermək səlahiyyətində olmayan bir şəxsin İranın başına gətirilməsi açıq şəkildə Sepahın hakimiyyəti ələ alacağının göstəricisidir. Bundan sonra İranda rejim və real hakimiyyət hərbçilərin əlində olacaq. Artıq İranlı Sepah generalları idarə eləyəcək. Beləliklə demək olar ki, İranda teokratik hərbi diktatura dövrü başlayır. Bu həm də Birləşmiş Ştatlar və İsraillə qarşıdurmanın davam edəcəyi anlamına gəlir.